uşaqlar, 13-cü suala baxaq. Baxın, 13-cü sualda 3 nöqtədən əvvəl gələn sözə baxaq. Bax, birinci film. Film isimdir. Bax, burada da have malik olmaq xəbərdir. Ümumiyyətlə bir şey yadımızda saxlayaq ki, bir daha what'dan əvvəl isim gəlməz. Birinci halda burada C variantımız səhvdir. İndi E variantında whose nəyə görə səhvdir? Whose'dan əvvəl canlı isim, sonrasında da isim gəlir. Yəni film cansız isimdir. Ona görə də E variantımız səhvdir. When-dən sonra xəbər gələ bilməz. Have malik olmaq, var olmaq xəbərdir. İndi baxaq bu cümlənin tərcüməsinə. I don't like film. Mən filmi xoşlamıram. Baxaq, burada görürsünüz, mənasına baxsaq, zətdə uyğun gəlir, because da uyğun gəlir. Məsələn, götürək because-dır. Because have unhappy ending. Çünki sonluğu bədbəxtliklə bitib. Amma because-dan sonra mütləq olaraq cümlə gəlməlidir. Mübtada xəbər gəlir. Amma burada birbaşa olaraq xəbər gəlib. Ona görə burada B variantımız da səhvdir. Cavab qalır A variantı.